Qaydaş növ şəkilçi ilə düzəlir və birinci biz şəkilçiyə baxmalıyıq. Şəkilçi ıl, il, ul, üldür və yaxud da ki, ın, in, un, ündür. Ilsı düşüb təkcə mı qala bilər. Baxın, ıl ildə ılsı düşmür ha. Il ildə olduğu kimi qalır. Görsəz ki, təkcə lıdır, demək ki, o ıl ildir, o al əl şəkilçidir, başqa şəkilçidir. Il ildə düşmür, ın, in, un, ün və yaxud da nın. Birinci şəkilçiyə baxacam. İkinci isə hərəkətə baxacam. Qaydaş növdə iş, hərəkət öz üzərində icra olunur. Yazın. Öz üzərində icra olunur. Amma yenə də deyirəm, birinci şəkilçiyə baxacam. Məsələn, deyirəm ki, hava açıldı. Hava açıldı. Birinci şəkilçiyə baxın. Açdan açılmaq yarandı. D zamandır. Hə, şəkilçi var. Il, il, ul. Bu məlum növ ola bilməz. Çünki artıq ıl, il, ul şəkilçi qaydışda tanıdır. Amma hər elə ıl, il, ulu görən kimi götürmürəm də. Birinci gedişim şəkilçiyə baxdım. İkinci gedişim hərəkətə baxacam. Hərəkət öz üzərində icra olunur. Hava açıldı. Havanı mən açmadım. Hava özü açıldı. Hərəkət havanı özü elədi. İş öz üzərində gördü. Hə, deməli qaydış növdür. Mənə versədir ki, tutaq ki, mənə verir ki, gün çıxdı. Baxın, hamının daha çox səhv yazdığı cümlə. Gün çıxdı. Tez götürür ki, qaydışdır. Deyirəm, niyə? Deyir ki, gün özü çıxdı da. Düzdür, gün özü çıxdı. Ancaq axı biz dedik ki, birinci şəkilçiyə baxacağıq. Şəkilçi olandan sonra mən hərəkətə baxacam. Gün çıxdı da, sözün kökü çıx. D zamandır. Axı burada ın yoxdur şəkilçi. Demək, mən ikinciyə baxmağa dəyməz. Mənim birinci şəkilçim olmalıdır. Devin canı şüşədədir, bu dərsində canı şəkilçidədir. Mənim şəkilçim yoxdur. Demək, yoxdursa bu sadədir. Bu ümumiyyətlə məlum növdür. Yəni, bu qaydaş ola bilməz, məlum növdür. Sadə olanlar məlum növdür.